Salamlayıram. Faiq müəllim son vaxtlarda aşıq sənətinə dair çıxan ən mükəmməl kitabın müəllifidir. Azərbaycanın dövlətçilik tarixində aşıq sənətinin rolu və aşıq fəlsəfəsi. Əvvəla gəlin ondan başlayaq ki, bu kitab, bu elmi monoqrafiya hansı zərurətdən yarandı? Mənim yazdığım Azərbaycanın dövlətçilik tarixində aşıq sənətinin rolu və aşıq fəlsəfəsi adlı elmi monoqrafiyaya yer verdiniz. Çox sağ olun. Bilirsiniz, mən hörmətli Qələndər müəllimlə yaxın münasibətim var, dostluq əlamətim var. Bir gün mənə dedi ki, Faiq müəllim, bu aşıqlar barəsində yazılır, amma ümumiyyətlə bu aşıq nədir? Bunun tarixi barəsində kitab yaza bilərsinizmi? Və sizin çox sayılı elmi monoqrafiyalarınız var. Dedim Qələndər müəllim, mən bu barədə düşünərəm və öz fikrimi sizə deyərəm. Qələndər müəllimdən ayrılıqdan sonra mən rəhmətlik Profesör Mamit Balayev, o da bizim dostumuz, filosofdur, ona zəng elədim. Və rəhmətlik cənab professor mənə dedi ki, Faiq müəllim, mən belə bir əsərlə tanış olmamışam, yoxdur və ümumiyyətlə də dedi, yazmamışam. Amma mən dedi, öləndə vəsiyyət edəcəm ki, məni sazla götürsünlər. Və dedi, siz yazın. Dedi, malallığını verirsinizmi? Dedi, yazın. Mən ondan sonra başladım aşıq sənətinin yaranma tarixini və əlbəttə ki də bütün arxivlərdə, mənbələrdən bunun tədqiqatını aparmaq üçün kifayət qədər materialın toplanmasına məşğul olun. Və mənə məlum oldu ki, bütün yazarlar yazırlar ki, aşıq sənəti ümumiyyətlə başlayır, Dədə Qorquddan, Ozandan başlayır. Bundan əlavə qabağa gedən heç bir tədqiqat materialına rastlaşa bilmədim. Və tədqiqatın geçişində hörmətli Qorxmaz müəllim bizə məlum oldu ki, deməli bu sənətin yazılı ədəbiyyat formasında başlayıb bizim eradan əvvəl 3-cü minilliyin əvvəllərində qədim Şumerlərdə, yəni türklərdə Bilqamus deyilən adlı Bilqamus dastanı olub, yazılı dastan. Hal-hazırda Britaniya Muzeyinin zirzəmisində aşkar olunub Bilqamus'un eposu və onu orada alimlərimiz, bizim alimlər yox, İngiliz alimləri araşdırıblar. John Simint və Bulli. Bilqamus'la bağlı bütün hər şeyi bunlar yazılı formada tərcümə elədilər. Şumerlər kim olub? Şumerlər deməli bizim eradan əvvəl 3-cü minilliyin əvvəllərində Altay və Qafqaz sıra dağlarından köçərək Dəclə və Fərat çayının sahillərində bunlar məskunlaşıb və özlərinin ilk dövlətini qurublar və həmin dövlətində banisi Bilqamus olub. Buna görə də ilk yazılı dastan Bilqamusla başlayır. Bu da təxminən 5000 il bundan əvvəlki tarixə aid eləyir. Və ondan sonra bu tarixi izlədikcə məlum oldu ki, Dədə Qorqud dastanı yaranıb bizim eranın 3-cü, 4-cü əsrlərində şifahi formada yaranıb. Lakin onun yazılı ədəbiyyata keçirilməyib. Bunun da tarixi səbəbləri var. Ona görə ki, 226-cı ildə Sasanilərin işğalıyla əlaqədar olaraq Azərbaycanın aşıq sənəti keçdi şifahi xalq ədəbiyyatına. Bu təxminən eləyir 1991-ci ili götürəndə haradasa 1765 il deməli Azərbaycanın aşıq sənəti şifahi xalq ədəbiyyatı formasında formalaşmağa başladı. Deməli, aşıq sənətinin yaranması Bilqamus'tan başlayır. Şuyen o da deməli Ur və Uruk dövlətinin imperatorlarından birisi olub. Bunun da barəsində dastan var. Və eyni zamanda bütün dastanlar izlədikcə görürük ki, bunlarda sujet xətti, burada məzmun, mahiyyətlərdə çox oxşarlıq var. Və nəhayət 11-ci, 12-ci əsrdə Dədə Qorqud artıq yazılı formada çevrildi. 19-cu əsrdə artıq Dədə Qorqud dastanı elmə məlum oldu. Ümumiyyətlə, bütün qəhrəmanlar dastanı, o cümlədən Dədə Qorqud dastanı hamısı yenə eyni motivli əsərlərdir və dastanlardır. Ona görə mi deyirsiniz ki, Bilqamus dastanında aşıq sənəti başlanğıcını oradan götürür, Avestada sistemləşir, Dədə Qorqudda özünün birinci intibah mərhələsinə satır? Bəli, Avesta ümumiyyətlə Zərdüş Peyğəmbərin dini bizim eradan əvvəl 7-6-cı əsrlərdə yaranmış bir dindir. Və burada sistemləşdirilir. Mən də sistemləşdirilmə deyəndə nəyi nəzərdə tuturam? Nə deməkdir sistemləşdirilmə? Sistemləşdirilmə o deməkdir ki, məsələn, aşıq sənətində görürsünüz, sənət başlayır ustadnamə ilə. Və deyirlər ki, aşıq sənətində ustadnamə
3 ustadnamə ilə başlayır. Tədqiqatın gedişində bu sual hökmən bizim maraqlandırır ki, nə üçün bu 3 ustadnamə, əgər başlanır, bir ustadnamə ilə deyilsin, qutarsın. Və eyni zamanda deməli məclisin qurtarması da sənət açıq oxuyub qurtardıqdan sonra və şənliyə apardıqdan sonra, məclisə apardıqdan sonra açıq yekunda müxəmməslə yekunlaşdırılır. Deməli 3 ustadnamə və müxəmməs barəsində mən açıq təhlil verə bilərəm. Gəldik ən o maraqlı yerə ki, 3 ustadnamə hansı zərurətdən doğur və nədir? Deməli, bunun doğulma zərurəti Zərdüşt Peyğəmbərin dinində əxlaq. Əxlaqın əsasını 3 dua təşkil edir. Buna üçlük dua deyirlər. Nədir bunlar? Xeyirli fikir, xeyirli söz və xeyirli iş. Deməli, ustadnaməni deyəndə birinci şeyi dediyi xeyirli fikrə münasibətdə, ikinci xeyirli sözə münasibətdə, üçüncü xeyirli işə münasibətdə olmalıdır. Və nəhayət gəlir yekunda müxəmməs deyilir beşlik. O beşliyin götürülməsi yenə rəhmətlik Zərdüşt Peyğəmbərin avestasında beşlik dua var. Bu nədir? Deyir, xeyirli fikri, ey Zərdüşt, mən yaratmışam. Əsl həqiqəti mən yaratmışam. Arzu olunan hakimiyyəti mən yaratmışam. Əsl müminliyi mən yaratmışam. 4. Və ölməzliyi və bütövlüyü o dünyada dindarlar üçün mükafat kimi mən yaratmışam. Deməli, bütün o müxəmməs, o beşlik buradan götürülür. Və bununla da formalaşır. Bilirsinizmi, ərəblərin Azərbaycanı işğal etdiyi 7-9-cu əsrlərdə Azərbaycanın da bütün nəinki onun mədəniyyətini, onun bütün maddi, mənəvi dəyərlərini mənimsədilər. Hətta dilə qarşı ekspansionizm cinayətini həyata keçirməyə cəhd etdilər. Yəni, bu o deməkdir ki, dili ləğv eləməyə. Bu tarixi bir həqiqətdir. Aşıq sənəti bunu qəbul etmədi. Məhz elə ən böyük aşıq sənətində, Azərbaycanın dövlətçilik tarixində elə birinci rolu dilin qorunub saxlanılması məsələsi olur. Hörmətli Qorxmaz müəllim, dil deyəndə biz təkcə ünsiyyət, danışıq vasitələrini yox, dil eyni zamanda şuurdur. Və ictimai şuurun formalaşmasını bu sənət saxladı. Dili saxladı. Siz təsəvvürünüzə gətirin, farislərdən tutduq 226-cı ildə. Gəldi ərəblər, 7-9-cu əsrlər. Ondan sonra gəldi tarixdə bütün urus dilli, heç bir aşıq sənəti qəbul etmədi. Və bununla da Azərbaycanın, hətta Azərbaycan adının özünün formalaşdırılmasını da aşıq sənətinin dilinə oldu. 838-ci ildə Babəki edam elədilər. Babəkin başını kəsdilər, göndərdilər Xorasana, ərəblər. Xorasandan Həmədana, Həmədandan Dəmirqapı Dərbəndə, Dəmirqapı Dərbənddən Anadoluya bütün Azərbaycan bu ərazidə yaşayan əhali Babəkin kəsilmiş başına yas verdilər, dua dedilər. Rəhmətli Abbasqulu Ağa Bakıxanov 19-cu əsrdə Gülüstan Ərəm adlı böyük bir elmi monoqrafiya yazdı. Və orada sübut etdi ki, Azərbaycan adı Babəkin adıdır. Babəkin adı Azərbabəqandır. Babək adı nə adıdır? Babək sırf Türk adıdır, Şumer adıdır. Babilistan dövləti yaranmışdı. Bəyək mən dediyim Şumer dövlətinin tərkibində. Bab Allah deməkdir. Babil ilə Allahın qapısı deməkdir. Bab Allahın seçimlisi deməkdir. Bu adı ona hələ 20 il ərəblərlə döyüşəndə bu xalq vermişdi. Və sonra Azərbaycanda bu da aşıq sənətin rolu. Öz adını saxladılar. Bəzi mahnılar vardı. Babəkin adına, məsələn, Cavanşirin adına mahnılar qoşdular. Şeirlər dedilər. Əsərlər yazdılar. Sonra işğalçı siyasət aparan dövlətlər tərəfindən Babəki sıxışdırmağa başladılar. Niyə? Çünki onun o azadlıq nümunəsi idi. Azadlıq hərəkatının batısı idi və özüydü. İtiraf edək, ay aşıq, amandır. Bakıxanov dediyi haqq zamandır. Azərbaycan ad Azərbabəqandır. Babək fəryad qoparır nə zamandır. Bu dövlətin, bu millətin eşqinə Faiq yazan fəlsəfənin eşqinə. Bugünkü verilişimizin qonağı Faiq Sarıoğlu Qarayev bütün aşıqlar adından, bütün saz sevərlər adından
dərin minnətdarlığımı bildirirəm bu kitabın ara ərsəyə gəlməsində. Bu kitabın varaqladıqca, kitab yazıldıqca nələrə getdik, çıxdıq. Aşıq sənətinin qədim dövləti, Aretta, Lullubi, Manna dövləti, Mud, Agripatın Alban dövləti yaşadı, yaratdı bəşər eşqinə, Faiq yazan fəlsəfənin eşqinə. Bu fəlsəfi kitab bütün aşıqların stolusu kitabı olacaq və çox sağ ol deyirəm bütün aşıqlar adına. Sizlərə sağ ol deyirəm ki, bugün bizi Çox sağ olun, münasibətinizi bildiriniz doğrudan da maraqlıdır. İndiyə qədərki tədqiqat meyillərindən fərqli bir münasibət sərgilənir bu kitabda, bu elm işdə. Ustad kimə deyilir? Sizin bu tədqiqat işində ustad sualının, ustad adının cavabı, izahı necə tapıldı? Ümumiyyətlə, ustad anlayışı düzdür. Biz müdürlük anlayışını bizdə Yunanlılardan götürürlər ki, Yunan. Amma əslində bu bizdən gələn. Bax, bu ustad, bu müdürlük aşıq sənətindən gələn sözdür. Nədir ustad? Ustad birinci yüksək əxlaqı dəyəri özündə daşımalıdır və özü əxlaqlı olmalıdır. İkinci, ustad yüksək nitq, natiqlik qabiliyyətinə malik. Üçüncü, mübahisə etmək bacarığını həyata keçirmək. Dördüncü, subut etmək. Qabiliyyətinə malik olan aşıqlara ustad aşıq deyilir. Bu nə deməkdir? Birinci, əxlaq özündə aşıq birləşdirilirsə, bu etikadır. Yəni, əxlaq haqqında elmdir. Birinci, aşıq sənətində ustad birinci elmi özündə birləşdirir. Etikanı, əxlaq etikanı. İkinci, danışıq bacarığı. Buna deyirlər, Yunanlarda ritorika, sofistlər deyilir. Ritorik elmi. Üçüncü, aşıq sənətində mübahisə etmək bacarığı bilməlidir. Buna deyirlər eristika, elmdir, eristik elmi deyirlər. Dördüncü, aşıq subut etməlidir. Buna deyirlər dialektik elmi. Bu dörd elmi özündə birləşdirən sənətkara biz ustad və müdrik insan deyirik. Bəs aşıq sənətinin dövlətçilik tarixindəki rolundan nə deyə bilərsiniz? Aşıq və dövlətçilik anlayışı necə izah olunur? Aşıq sənətində dövlətçilik anlayışı, aşıq sənətində qəhrəmanlıq dastanları var. Siz fikir verin. Birinci aşıq sənətində, məsələn, götürək məhəbbət dastanları. Burada gedir sevgi, burada gedir məhəbbət, burada gedir ailə birliyi, ailənin idarə olunması, nə lazımdırsa o aşıq sənətində gedir. Aşıq sənətində nəyə görə deyirlər əxlaq? Aşıq sənətində nəyə görə deyirlər ədalət? Aşıq sənətində nəyə görə deyirlər hüquq? Bunun hamısı aşıq sənətə tərənnüm olur. Qədim Yunan filosofu Aristotel deyirdir ki, əxlaqın ölçü vahidi ədalətdir. Sevgi, məhəbbətin ölçü vahidi əxlaqdır. Ədalətin ölçü vahidi hüquqdur. Hüquq, ona görə hüquqdur ki, o siyasi ünsiyyəti tənzimləyən normadır və ədalətin ölçü vahididir. Rəhmətli Aristotel deyir ki, ədalət anlayışı dövlət haqqında təsəvvürlərlə bağlıdır. O kəsilər ki, dövlətin hakimiyyətini istəyir, onlar Allahın və ağlın hökmranlığına tabi olmaq istəyir. Aşıq dövlətçilik tarixində, bütün Azərbaycanın dövlətçilik tarixində, Aratta dövlətindən tutulmuş, Lullubi, Manna, Midiya, Atropaten, Alban və müasir olduğumuz dövrə qədər həmişə dövləti, dövlət hakimiyyətini və şəxsiyyəti sevən adam olub. Təşəkkürüm bildirəm, çox sağ olun Faiq müəllim. Yenə də maraqlıdır, əziz və dəyərli tamaşaçılarımız. Siz ki, mahiyyət etibarilə aşıq sənəti türk dilli xalqlar üçün vahid abidədir. Qorxmaz müəllim, birinci türk sözünün özü nədir? Biz türk sözünün özünün mənasını bilək. Türk sözü özü çox artan qəhrəman bir xalq, millət deməkdir. Saz bu türk dilli xalqların ümumiyyətlə bunları qəhrəmanlığa aparan, onları həmişə vətənpərvərliyə ruhlandıran, ailə və ailə birliklərinin qorunub saxlandırılmasına istiqamətləndirilən bir vasitədir. Deyirsiniz ki, aşıq sənəti mövcud olduğu tarixin fəlsəfəsinə uyğun gəlməsəydi, bu sənət çoxdan tarixin arxivinə atılmış olardı. Belə çıxır ki, dövrün siyasi, ictimai prosesləri ilə də səsləşir. Aşıq sənəti, mən əsərdə onu təhlil eləmişəm. Bax, aşıq sənətində siyasət, aşıq sənətində əxlaq, aşıq sənətində vicdan, aşıq sənətində ədalət, aşıq sənətində insan fərdi, aşıq sənətində cəmiyyət, aşıq sənətində dövlət
və aşıq sənətinin özündə insanlıq həyatı. Bunu özündə birləşdirməsəydi, bu sənət öz xalqına, öz millətinə xidmət edə bilməzdi. Təşəkkürlər, çox sağ olun. İstərdim ki, bu fəlsəfi axtarışlarınız davam etsin. Aşıq sənətini daha dərin qatlardan, bizə məlum olan, olmayan məsələlərdən dünya səviyyəsinə çatdıra bilək bu arxiv və tədqiqat materialları ilə. Əziz dostlar, bax beləcə bizə ayrılan efir saatı başa çatır. Biz bugün filosof Faiq Qarayevlə, Ustad Aşıq Qələndər Zeynalovla birlikdə Faiq müəllimin yazdığı Azərbaycan dövlətçilik tarixində aşıq sənətinin rolu və aşıq fəlsəfəsi kitabının ətrafında bir söhbət apardıq. Yeni bir kitabdır, yeni bir istiqamətdir. Tədqiqatçılar üçün də yəqin maraqlı